الحمد لله الذي أنعم علينا نعمة جسيمة وأسبغ علينا فضلا عظيما، له الحمد في الأولى والآخرة، وله الحكم وإليه ترجعون. أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد، يحيي ويميت وهو على كل شيء قدير. وأشهد أن محمدًا عبده ورسوله صلوات ربي وسلامه عليه وعلى آله الطيبين الطاهرين وصحبه الغر الميامين ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد، أوصيكم بتقوى الله، فهي وصية الله للأولين والآخرين، ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz, değerli Müslümanlar, hürmetli kardeşler, ilk növbədə Allah'tan korkmağı tövsiye edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelkilere ettiği bir nesihetidir. Necə buyurub öz kəlamında, biz sizden evvelki əhl-i kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ve bugün Peygamber sallallahu aleyhi ve sellemin bir hadisine toxunacağıq. Səhih, sabit bir hadis. Hansı ki rivayet edib İbn Abbas radiyallahu anhu Peygamber sallallahu aleyhi ve sellemle deyir ki, ni'metani mağbunun fihima kethirun minen nas. İki nimet var. Çok insanlar aldanıb o nimette. Ve sonra deyir ki, əs-sıhhətə vəl-fərah. Sağlamlıq və boş vaxt. Ve hadis de səhihdir. Sabitdir, İmam Buxari rivayet edib. Umumən, Allah'ın nimetlerine baksaq, bəndələrine verdiği, görərik ki, saysız hesapsızdır. Necə vurğuluyub özü. وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Allah'ın nimetlerini saymak istesəz, sayabilmezsiniz. Heç kim qadir deyil saymağa, sayıb qurtarmağa, hələ o ki qaldı o nimetlerin şükrünü vermeye. Lakin Allah Teala bəndələrine qarşı rəhimlidir. Nimetlere göre şükür etmekte baxmayaraq naqisik, nöqsanlarımız var. Haqqıyla şükrünü verə bilmirik, lakin Allah Teala keçir. Allah Teala bağışlayır, çünkü rəhimlidir bizə. Və bizə əta etdiyi, verdiyi yaxşılıqları da kəsmir. Məhrum etmir bizi. Əzab vermir. Bu nöqsanımıza göre, naqisliyimizə göre, əksinə razıdır bizdən az şükür edək. Lakin mükafatı böyük verir. Mükafatı əzəmətli vəd edir. Və Allah'ın nimətləri heç də hamısı eyni dərəcədə, eyni səviyyədə deyil. Fərqlənir bir-birindən. Üstünlüyünə görə. Eləsi var ki, digərindən üstündür. Və ən əzəmətli nimət, ən böyük nimət hansı ki qula verilir, bu dünyada İslam nimətidir. İman nimətidir. O nimət ki, çoxlarını azdırıb ondan. Çoxları məhrumdur. وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنًا. O size zahiri ve batini bol bol nimetler verib. Yani bu əsbağa, yani üzerinize töküb o nimetleri. Nədir o? Sizi imana müvəffəq edib. Necə təfsirində gəlib? Sizi İslam'a müvəffəq edib. Müvəffəq edib. La ilahe illallah'a. Onu başa düşürsünüz. Şehadet edirsiniz, əməl edirsiniz. Ona və nə gərəkdirir? Onu yerine getirirsiniz.
Ona görə İslam niməti əzəmətlidir insan üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin İbn Abbasın hədisində zikr etdiyi o iki neymət, hansı ki əsas ona toxunacaq. O neymət də İslam neymətindən sonra önəmli olduğuna görə iki əzəmətli böyük neymətdir. Ona görə İmam Buxari öz səhiyində ayrıca fəsl ayırıb bu iki neymət üçün və yazıb ki, sağlamlıq və boş vaxt neyməti. Sonra deyir ki, fəslin dalınca ən la işə illə işəl axirə. Həqiqətən, həqiqi yaşam axirət yaşamıdır. Yəni, həyat yoxdur, həqiqi həyat axirət həyatıdır. Sonra bu hədisi gətirib. Və kimi Allah Teala müvəffəq edibsə İslama, ona lütf edib. Əzəmətli bir neyməti verməklə, çünki köksünü açıb, qəlbini açıb, iman daxil olub, qəlbinə qəbul edir, Rəbbinin əmirlərini çəkinə bilir, qadağalarından. Bu neyməti verməklə dayanmayıb Rəbbimiz. Əksinə ağıl neyməti verib bizə. İslamdan sonra ağıl neyməti verib ki, ağılla hərəkət edək, əməl edək. Ona görə insan ağılsız birini görəndə ağlında bir xəstəliyi olan, ağlı ilə imtihan olunan birini görəndə hansı ki idarə edə bilmir özünü, əziyyət verir başqalarına, hətta özünə də şükr etir Allah Teala'ya. Həmd edir ki, Allah Teala ağıl neyməti verib ona. Bu da lütfdür Allah Teala'dan ki, onu dəli eləməyib, ağılsız etməyib və bu ilə də kifayətlənməyib. Ağıl neymətindən sonra onu əminamanlıqda edib. Əminamanlıq neyməti verib. Və əminamanlıq neyməti verməklə onu yaşamını təhlükəsiz edib vətənində, məskənində, yaşadığı diyarında, yurdunda. Və əminamanlıq neyməti də böyük neymətdir. Və kifayətli baxasan, bizdən əvvəl yaşamış atalarımıza, babalarımıza, nəinki bizim ölkədə, digər müsəlman ölkələrində, əminamanlıq olmayan vaxtlarda necə əziyyət çəkirdilər, hətta sübh namazına çıxanda silahla çıxırdılar. Qorxurdular ki, kimsə hücum edər onlara. Həccə gedəndə silahla çıxırdılar həccə. Çünki karvanları soyurdu quldurlar, öldürürdü zəvvarları. Hətta nəsə tapmayanda gülləsi üçün eğitlənirdilər. İnsan həyatını qətlə yetirdiyinə görə yox. Ona görə həccə çıxan üçün o vaxtlar deyirdilər ki, itib. Elə ki, qayıdırdı, deyilirdi ki, yenidən doğulub. Çünki əminamanlıq yox idi yollarda. Lakin Allah Teala əminamanlıq verməklə sənə lütf edib. Ona görə o neymətdən istifadə edən dərk edir ki, necə böyük Allah Teala əta edib ona. Rahatlıq, təhlükəsizlik. Ona görə İslamla ağıldan sonra ondan böyük neymət yoxdur. Sonra nə verib? Sonra yaşamın üçün ruzi verib sənə. Fikir ver, əminamanlığı verəndən sonra ruzini verib sənə. Çünki əminamanlıq olmayandan sonra ruzinin bol olmasının heç bir əhəmiyyəti yoxdur. Rahat yeyə bilmirsən, rahat yaşaya bilmirsən və sənə rahat yaşam veribsə bu neymətdir Allah Teala'dan. Neymət içərisindəsən, ruzin hər tərəfdən gəlirsə, böyük xeyir içərisindəsən, əgər evləriniz doludursa neymətlərlə, ruzi ilə, ona görə şükür eləməliyik bu əzəmətli neymətlərə. Rəbbimizin itayətində istifadə etməliyik bu neymətləri, asilikdə yox. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə işarə edir ki, iki neymət var. Hansı ki, insanlar aldanıb onda. Qubun sözü ərəbcə ticarətdə və ya rəydə aldanmaqdır. İnsan öz fikrində, rəyində aldanmasıdır. Ticarətdə aldanmaq, yəni nəsə satanda ucuz satıb aldanmısan və ya nəsə alanda baha satıblar sənə, aldanmısan bu kimi.
Demək istəyir ki, sallallahu aleyhi və səlləm, bu iki neymətə görə əksər insanlar xəsarətdədir. Ya qafildilər ona görə, ya da dərk eləmirlər, aldanırlar, qədrini bilmədikləri üçün bu neymətin. Məğbun kəthirun minənnəs, əksər insanlar, çox insanlar aldanıb, qədrini bilmirlər, faydalanmırlar ondan. Nə həyatları üçün, dünyavi həyatları üçün, nə də axirət həyatları üçün. Sağlamlıq, nəfsi qüvvət, salamatlıq və boş vaxt. Ona görə insan bu iki neymətin qədrini nə vaxt bilir? O vaxt ki, dünyanın qəmi, kədəri onu məşğul eləmir. Sağlamdır bədənində, nəfsi rahatlıqdadır. Onda dərk edir ki, əzəmətli neymətdir bu iki neymət. Və boş vaxt nə vaxt insanda olur? O vaxt ki, bədəni sağlamdır, onda boş vaxtından yararlanır. Bəzi alimlər deyirlər ki, boş vaxt olmaması, yəni ölüm səni məşğul eləməz. Ölüm məşğul edir səni və itirirsən o boş vaxtı. Ona görə də əksər insanlar qədrini bilmir. Baxmayaraq, boş vaxt, sağlamlıq onların malının sərmayəsi kimidir? Sərmayə də onlar üçün. Ya qazanıb o sərmayə ilə salamat qalacaq, ya da ki, xəsarətə uğrayacaq. Ticarətində məğlubiyyətə uğrayacaq, ziyana uğrayacaq. İki neymət. Peyğəmbər s.ə.v. iki neymət, əksər insanlar qafildir. O demək deyil ki, digər neymətlərdən qafil deyil insan, yox. Digər neymətlərdən də qafildir. İnsan malından qafil olur, aldanır malında, xəsarətə uğrayır malında, aldanır övladlarına görə, aldanır digər dünyavi işlərinə görə, məsələlərinə görə, lakin bu iki neymətdə daha çox. Bu iki neymətdə daha çox ziyandadır. Çünki bu iki neymət olanda insan çox işləri yerinə yetirə bilir. Sağlam bədəni varsa, boş vaxtı varsa, bütün əməllər hansı ki riayət edə bilir onu, bu iki neymət gedəndən sonra əvvəlki kimi olmur. Əvvəlki kimi yerinə yetirə bilmir. Boş vaxt bəzən insanı elə şeyə rəğbətləndirir ki, insan həlakə sürükləyir özünü. Boş vaxt bəzən vadar edir insanı düşünsün keçmişdə etdiyi nöqsanlarına və bəzən də boş vaxtı olmur. Çünki sağlamlığı yoxdur. Olsa da fikri sağlamlığındadır, xəstəliyindədir, necə aradan qaldırsın? Necə xilas olsun ondan? Ona görə hətta sağlam olmayan görsən ki, heç günaha da fikirləşmir. Asiliyi, münkər işləri, şəri fikirləşmir. Baxmır, əməl salih əməldir, xeyirli əməldir və ya əməl fasid, batil əməldir. Çünki sağlamlığı yerində deyil. Ona görə də insan ağıl sahibi fürsətdən istifadə eləməlidir, nə qədər ki var onda. O sağlamlıq hansı ki verilib ona, o boş vaxt hansı ki verilib ona, Allahın itaətində istifadə etməlidir. Bacardığı qədər əmrləri yerinə yetirməlidir. Qadağalardan çəkinməlidir. Deyir ki, sallallahu aleyhi və səlləm, hədislərin birində ixtənim xəmsən qablə xəms. 5 şey gəlməmişdən əvvəl 5 şeydən qənimət götür, yəni istifadə et. Və sonra sayır. Deyir ki, qocalıq gəlməmişdən əvvəl cavanlığından, xəstəlik gəlməmişdən əvvəl sağlamlığından, kasıblıq gəlməmişdən əvvəl varlığından, məşğuliyyət gəlməmişdən əvvəl boş vaxtından, sonra deyir ki, ölüm gəlməmişdən əvvəl həyatından. Baxmayaraq, hamısı həyatdandır bu 5 şey. Hamısı insanın həyatıdır. Lakin ayrı-ayrı zikr edib. Niyə? Əhəmiyyətinə görə.
Və bu 5 şey bəzisi ola bilsin ki, qayıtsın yenidən, gedəndən sonra. Bəzisi isə qayıtmayacaq. Ona görə cavanlığı birinci zikr edib. Çünki cavanlıq qayıtmır. Və önəmlidir. Sağlamlıq vaxtıdır cavanlıq. Sonra sağlamlığı deyib ardınca. Və sağlamlıq da həm ola bilər qayıtsın, ola bilər yox. Və varlıq da həmçinin ola bilər qayıtsın, ola bilər yox. Eləcə də boş vaxt ola bilər, asudə vaxtın yenə olsun. Ola bilər də ki, olmasın artıq. Əgər ölüm gələcəksə. Və həyat da qayıtmır əgər getdinsə. Çünki Rəbbin yazıb ki, bir daha bura qayıtılmayacaqsan. Ona görə fürsətdir. O iki neyməti itirməmişdən əvvəl ondan pay götürəsən. Sağlamlığından, boş vaxtından. Və elə bilmə ki, sağlamlıq boş vaxt ancaq ölümlə əldən çıxır, yox. Bəzən ölüm gəlməmişdən əvvəl də çıxır əldən. İnsan xəstələnir. Hələ ölüm gəlməmişdən əvvəl. Və məşğul olur, ölüm gəlməmişdən əvvəl. Aciz olur. Allahın vacib etdiklərini yerinə yetirə bilmir. Köksü daralır. Yorulur. Dünya məşğul edir onu, ailə məşğul edir. Ailənin yaşamı məşğul edir. Əksər itayətlər görsən ki, yerinə yetirmək istəsə də bacarmır artıq. Və soruşulacaq bu iki neymətdən, necə ki, digər neymətlərdən soruşulacaq. Bu iki neymətdən də soruşulacaq. Və sağlam bədən haqda soruşulacaq bizdən. Ona görə qiyamət günü soruşulacaq o əzalar hansı ki, vermişdir Rəbbin sənə. Xeyirdə işlətmirsən, yoxsa şərdə. Deyir ki, sallallahu aleyhi və səlləm, İnnə əvvəl mə yusəl ənhu yevməl qiyamə. Qiyamət günü ən birinci soruşulacaq, yəni neymətlərdən. Neymətlərdən ən birinci qiyamət günü soruşulacaq nədir? Sağlamlıqdır. Deyir ki, sallallahu aleyhi və səlləm, yuqalu ləh, deyiləcək ona, yəni qula, ələm nusahhi ləkə cismək və nuriyəkə minəl bərid. Məgər sənin cəsədini sağlam etməmişdik, səni soyuq su ilə doyuzdurmamışdıq, soruşulacaq. Nə cavab verəcək? Onu insan düşünməlidir. Ona görə deyir ki, sallallahu aleyhi və səlləm başqa hədisdə, Lə təzulu qədəmə əbdin yevməl qiyamə. Qulun ayaqları tərpənməyəcək qiyamət günü. Və bəzi ləfslərdə gəlib ki, Allahın hüzurundan tərpənməyəcək, 4 şey soruşulmadıqca. Və deyir ki, qulun ayaqları tərpənməyəcək, ondan soruşulmadıqca ömrünü nədə tükədib? Elmi nə əməl edib onu ilə? Malı hardan qazanıb, hara xərcləyib? Cismi nədə tələf edib onun? Və bəzi rəvayətlərdə gəlib ki, cavanlığını nədə tükədib? Hamısı ömürdəndir. İnsan ömründən. Lakin ayrıca soruşulacaq. Əhəmiyyətinə görə, önəminə görə. İnsanlar səhlənkarlıq etdiyinə görə bu neymətlərdə. Ona görə dua edirdi sallallahu aleyhi və səlləm. Rəbbinə hər səhər deyirdi ki, Allahumma afini fi bədəni. Allahım, məni bədənimdə sağlam et. Allahumma afini fi səməy. Allahım, mənim qulağımı sağlam et. Yəni, eşitməyimi sağlam et. Allahumma afini fi basari. Allahım, mənim gözümü, yəni görməyimi sağlam et. Lə iləhə illə ənt. Səndən başqa ibadətə layiq yoxdur. Həmçinin duasında deyirdi ki, Allahumma inni əudu bikə min zəvali ni'mətik. Allahım, sənə sığınıram nimətinin yox olmasından və təhəvvülü afiyyətik, sağlamlığın getməsindən və fucəəti niqmətik, əzabının ani gəlməsindən və cəmiyyü səxatik və bütün qəzəbindən. Və əmisi Abbasa deyirdi ki, Səlillahəl əfvə vəl-əfiyyə fid-dünya vəl-əxirə. Allahdan istə bağışlanma və sağlamlıq, salamatlıq dünyada və axirətdə.
Ona görə müsəlman dərk eləməlidir ki, Allahın nemətləri dalbadal verilsə də, lakin yox ola bilir. Qaldırıla bilir bəndədən. O nemətlər ki, verilir sənə, sağlamlıq, boş vaxt, ağıl neməti, idrak, mal, əminamanlıq, təhlükəsizlik, qida, yaşamın üçün verilən nemətlər, ən başında da iman, bunlar hamısı qaldırıla bilir səndən. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm toplayıb bunların hamısını öz kəlamında bir hədisdə deyir ki, mən asbəhə minkum əminən fi sirbihi, kim ailəsində və ya qəbiləsində, qövmündə səhərə əminamanlıq içərisində çıxırsa, muafən fi cəsədi, cəsədində sağlamdırsa, bədənində sağlamdırsa, indəhu qutə yevmihi, və bir günlük yeməyi varsa, ruzisi varsa, yəni bir günlük qidalanması üçün azüqəsi varsa, fəkəənnəmə hizət ləhud-dünya bi əsrihə, sanki bütün dünya, bəzi rəvayətdə deyər ki, bərbəzəyi ilə cəm olub onun üçün. Və hədis də Səhih İbn Məcə rəvayət edib. Ona görə insan nəzərə almalıdır bunların hamısını. Bu böyük mənanı dərk eləməlidir, başa düşməlidir. Allah Taala'nın ona verdiyini, əvəzsiz olaraq əta etdiyi nemətləri nəzərə almalıdır və baxmalıdır necə idarə edir bu nemətləri, nədə istifadə edir, özü faydalana bilirmi, Allahın istədiyi kimi əməl edirmi bu nemətlərə görə və başqalarına da fayda verə bilirmi, yoxsa yox. Ona cavab tapsın. Allahdan diləyirəm ki, Allah Teala bizi sağlam etsin, müvəffəq etsin bizi sevdiyi, razı qaldığı işlərə, bizi ona yaxınlaşdıran əməllərlə məşğul etsin, rəhm etsin bizə, bizdən vəfat edənlərə, xəstələrimizə şəfa versin, müsibətə düçar olanlardan bəlanı qaldırsın, axirətimizi dünyadan daha xeyirli etsin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum